hər birinizi xoş gördük. Əziz dövlət qulluqçuları və dövlət qulluğunun test imtahanına hazırlaşan şəxslər. Bu video vasitəsilə sizlərə 15 yanvar tarixində dövlət qulluğunun test imtahanı üzrə AC, BA və BB kateqoriyası üzrə imtahana hansı suallar düşmə ehtimalları var. Həmişəki olduğu kimi yenə də bu video sizlərləndir. Videonun sonuna qədər baxın. Daha sonra videonun şərh hissəsində qeyd etdiyim WhatsApp nömrəmi yazaraq bu PDF-i əldə edib oxuya bilərsiniz. Bir daha üstündən keçmək istəyirəm ki, bütün qanunların hamısını təkrarlayın. İmtahanda hər birinizə uğurlar arzu edirəm. Və dediyim kimi videonun sonuna qədər baxın. Çünki ortada bəzi sizin işinizə yarayacaq yeni məlumatlar deyəcəm. Baxdıqdan sonra isə kanala abunə olmağı unutmayın. Hər birinizə imtahanda uğurlar arzu edirəm. Daha sonra videoya baxdıqdan sonra şərh hissəsində qeyd etdiyim nömrəni yazaraq bu PDF-i əldə edib oxuya bilərsiniz. Bu PDF sizlər üçün tərtib etmişəm. Elə isə gəlin vaxt itirmədən başlayaq. Bax, biz Konstitusiyadan 15 yanvar imtahan tarixində bütün kateqoriya üzrə, yəni 8-9 sual düşəcəyini gözləyirik. Əsasən də BB-dən nəzərdə tuturam. Bu hansı maddələrdir? O, sizin artıq diqqətinizdədir, görürsünüz rahat şəkildə. %33 prokurorluğa çox yaxşı şəkildə diqqət edin. Özüm yavaş-yavaş gedirəm ki, yaxşı şəkildə baxasınız. Dövlət qulluğu haqqında qanunan 7 və ya 8-dən sual çözəcəyini gözləyirəm və dediyim kimi bu videonun təkcə bu hissələrinə baxmayın əlbəttə ki, sadəcə bu video nəyə görədir? Oxumağa bütün mövzuların, bütün maddələrin, bütün qanunların hamısını oxuyun. Sadəcə bu maddələr daha çox diqqət edin. İnşallah ki, sizin imtahanın köməkli çatacaq. Dövlət qulluğu haqqında qanundan nəzəri hissələr hansılardır? Məhz sizlərlə bərabərdir. Bu hissədən sual düşmə ehtimalları var. Bunları əlavə etmişəm. Kateqoriya, təsnifat, ixtisas dərəcəsinin tapılmasını yazmasam da bilin ki, oradan sual düşür. Bax, buradan imtahana 1 və ya 2-dən sual düşəcək. Dövlət qulluqçusunun qulluq stajı hesablanarkən hansı dövrlər nəzərə alınır? Gəldim etik davranışa. 4 və ya 5 sual gözləyirik etik davranışdan. Hansı maddələrdən düşmə ehtimalı var? Sizlərlə bərabərdir. Buyurun. Bütün bu maddələrə baxdıqdan sonra WhatsApp nömrəmi yazaraq dediyim kimi PDF-i əldə edə bilərsiniz. Bu PDF-i əldə edə bilərsiniz daha rahat şəkildə baxmaq üçün. Belə. Daha sonra gəldim korrupsiyaya qarşı mübarizə haqqında qanunda. Bu bilirsiniz hardadır? Korrupsiyada maddə 1-dən əvvəldir. Maddə 1-dən əvvəl bax belə ümumi məlumatdır. Buradan sual düşmə ehtimalı var. Daha sonra maddə 6, 8. 8-də ən çox 8.3-ə diqqət edin. 8-1-ci maddə yeni edilmiş bir əlavə maddə olduğuna görə düşmə ehtimalı yüksəkdir. Əsasən də 1.3-cü bəndi nəzərə alın. Burada olan 7 dənə bəndin 7-sini də öyrənməyə çalışın. Korrupsiyada 9.2 və 9.3 və 12.2. Gəldim kərküzarlıq. Kərküzarlıqdan 2 və ya 3-dən sual düşməsi ehtimalı var. Hansı bəndlər ola bilər sizin qarşınızdadır. Rahat şəkildə görə bilirsiniz. Biraz yaxınlaşdırım. Protokolun hamısını oxuyun, yaxşı. Gəldik nəyə? Rəmzlər. Rəmzlərdən bir sual düşəcəyini gözləyirəm. O da ki, bayraqdan ehtimal edirəm. Əsas bayraqdan ümumi məlumatlar vermişəm. Daha sonra dövlət dilindən bir sual. Bu 1.6 ola bilər. Maddə 5, 9. Dövlət dili haqqında qanunda müvafiq icra hakimiyyəti orqanı yoxdur. Əsasən orada nəyə diqqət edin? Qanunvericilik, müvafiq qanunvericiliyə daha çox diqqət edirsiniz. Məhkəmələr və hakimlərdən 2 sual çözəni gözləyirəm. 3 məhkəmə vəzifələri, 4 məhkəmədə işə baxılması, bir dənə sualın sizin buradan var. Məhkəmənin qərarları, ədalət mühakiməsinə həyata keçən məhkəmələr. Bu maddələrə çox yaxşı şəkildə diqqət edirsiniz və yeni qanunlarda oxuyursunuz. Bu maddələri daha çox digərlərinə nisbətən oxuyun. Yəni bu videonun məqsədi, bu PDF-in məqsədi odur. Daha sonra elektron imza verirsiniz ki, imtahana 5-6 sual düşəcək. O da ki, hansı hissələr ola bilər? Ən çox çətinlik çəkdiyimiz, ən çox sizin sual verdiyiniz hissə, ən çox yadda qalması çətin hesab etdiyiniz qanun budur. Məhz hansı maddələr düşmə ehtimalı var? Buyurun. Belə.
Gəldik məlumat icraatlanan bir sual. Hansı maddələr ola bilər? Daha sonra vətəndaşların müraciəti 2 sual. Artıq biz burada demək olar ki, bitirdik BB-ni. Keçirəm inzibati icraat, yəni AC və BA-ya düşə bilər 2 sual hardan? Buyurun. İnsan hüquqları üzrə müvəkkil, AC və BA-ya 2 sual hardan düşə bilər? Bu maddə 1-ə aiddir. 1.7-dən 1.11-ə qədər bilirsiniz ki, maddə 1-dir. Bu maddə 4-dür. Normativdən bir sual. Hansı maddə ola bilər? Buyurun. Dövlət sirri AC-yə hazırlaşanlar. Düşünmürsünüz ki, sizi unutmuşam. Artıq BA-lar və BB-lər videonu burada dayandıra bilər. Şərh hissəsində qeyd etdiyim nömrə yazaraq PDF-i əldə edə bilərsiniz. Bunlar sizin üçündür. AC-lər isə qalsın və AC-də bundan sonra hansı mövzuda düşə bilər? Buyurun. Dövlət sirri. İnformasiya əldə etmə haqqında qanun. AC-dən söhbət edir. Bir sual. Hansı maddələr və bəndlər ola bilər? Çox geniş bir qanundur, amma fikir verdiyiniz kimi təkcə 5-4 maddəni çəkmişəm ki, hansılardır. Əmək məcəlləsi. Əmək məcəlləsi. AC üçün 2-3 sual. Hansı maddə ola bilər? Buyurun. Şərh hissəsində nə suallarınız varsa yaza bilərsiniz. İmtahanda görüşəcəyik onsuz da 4-cü gün. Mülki məcəllə, AC 1-2 sual. 1-2 sual nə demək? Yəni 1 və ya 2-dən sual düşə bilər. 28-29-dan sizin bir dənə sualınız var. Geridə qalan bir sual 33, 47, 49 olma ehtimalı var deyə əlavə etmişəm. Və bu qədər əziz AC-yə hazırlaşan şəxslər. Bizim nəyimizdə qalmadı ki, əmək məcəlləsi, mülki məcəllədən danışdıq. İnformasiya əldə etmə haqqında qanun danışdıq. Dövlət sirrindən danışdıq. Daha sonra normativ hüquq haqqlardan danışdıq. Ombudsmandan danışdıq. İnzibati icraatdan danışdıq. Və vətəndaşların müraciəti danışdıq. Ümumiyyətlə, bütün kateqoriyaya hazırlaşan şəxslər demək olar ki, hər bir məqamı biz vurğuladıq. Yaxşı şəkildə ümidvaram ki, qeyd edə bildiniz. Əgər özümü yavaş-yavaş hərəkət etdirdim ki, yaxşı şəkildə qeyd edə biləsiniz. Hər hansı bir sualınız varsa, şərh hissəsinə yazaraq qeyd edə bilərsiniz. İmtahanda hər birinizi uğurlar arzu edirəm. PDF-i əldə edə bilərsiniz.